Nə cür qəbul olundunuz? Biz hal-hazırda Prezident Administrasiyasının vətəndaş qəbulundan çıxdıq. Bəli. Sizi nə cür qəbul etdilər? Xanım, bir deyərdiniz. Bizi yüksək səviyyədə qəbul elədilər. Çöldəki də tutulacaq. Yüksək səviyyədə işimizə baxmalıyıq. Bilirsiniz nətərdir? İstintaq gedir hal-hazırda, düzdürmü? Və mən tam əminəm ki, hüquq qiymət veriləcək və cinayətkarlar tez bir zamanda məsuliyyətə cəlb olunacaqlar. Cəzasız qalmayacaq. Tam əminliklə söyləyim. Bu fakt üzrə cinayət işi qaldırılıb və mən əminəm ki, prokuror əməkdaşları müstəntiq, obyektiv işi araşdıraraq hüquqi qiymət verəcək və cinayətkarlar da məsuliyyətə cəlb olunacaq. Biri məsuliyyətə cəlb olunub, inşallah istintaqın nəticəsində o birisi da araşdırma aparılaraq məsuliyyətə cəlb olunacaq. İsmail Bəli. bəyə də təşəkkürümüzü bildiririk ki, Borcumuzdur. bu işdə bizə kömək edir. Borcumuzdur.